Gecə saatlarında Yasamal rayonunda yerləşən Cəfər Cəfərli adına kinostudiyanın pirotexnika vasitələr saxlanılan anbarında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Mədəniyyət Nazirinin müavini Murad Hüseynov və Kino Agentliyin direktoru Rəşad Əzizov partlayış baş vermiş kinostudiya ərazisinə gəliblər. Mədəniyyət Nazirliyi hadisə barədə açıqlama verib. Açıqlamaya görə hadisə Cəfər Cəfərli adına Azərbaycan Film Kinostudiyasının arxa tərəfində yerləşən uzun müddətdir istifadə olunmayan anbarında baş verib. Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyatı qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub. Təbib dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edildiyini və hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmadığını bildirib.